Aleyküm dostlar, xoş gördük sizləri. Bugün yenidən sizlərlə Dövlət İmtahan Mərkəzi kitabından, deməli kitabın birinci hissəsindən yenidən 20-ci testdən inşallah 10 dənə test izah edəcəyik, 20-dən 30-a qədər. Və siz kanalımızda inşallah 1-dən 20-yə qədər testlərin izahını əldə edə bilərsiniz. Yiyəli hal qaydasından 1-dən 20-yə qədər testin izahlarını əldə edə bilərsiniz. Yəni hər videoda inşallah 10 test izah edəcəm ki, həm videonu qısa tutmağa çalışıram, tələbəyə də sizlər üçün də asan olsun deyə. Gəlin inşallah 20-ci testdən başlayaq. Əvvəlcə testə keçməzdən öncə vurğulamaq istəyirəm ki, nə sualınız olsa, inşallah fikirlərinizi və suallarınızı bizimlə şərh bölümündə bölüşməyi unutmayın və dərslərimiz haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə, 050 847 27 72 nömrəsinə müraciət edə bilərsiniz. Gəlin başlayaq. 20 testdə bizdən possessive case, yəni düzgün yiyəli hal testini istəyir. Gəlin baxaq. Daha doğrusu 20-yə qədər mən izah eləmişdim. Digər videoda 20-ni də izah etmişdim. İndi 21-dən başlayacaq. Deməli, 21-ci testdə bizdən choose the correct variant, yəni bizdən düzgün variantı seçməyimizi istəyir. Burada biz, deməli, biri çıxarıq. Çünki children's bu cür cəmlənmir. Bunların yiyəli halı, yəni bu irregular plurals adlanır, qaydasız cəmsimlər. A child, uşaq, cəmdə children, uşaqlar, sonra a foot, ayaq, cəmdə feet, ayaqlar. Yəni bunların yiyəli halı apostrof s ilə düzəlir. Ona görə biz burada bir variantını çıxacağıq. Gəlin burada B, C və D variantlarını çıxaq. Daha sonra baxırıq 3-ə. Biz 3-ü də çıxarıq. Çünki the soyad, deməli ismin qarşısında the müəyyənli artikel gəlirsə bu soyad deməkdir və soyadlar həmişə mütləq cəmlənir. Yəni bunların yiyəli halı s apostrof ilə deməli cəmlənir, yiyəli hala düşür. Adam adları cəmlənmir, onların yiyəli halı apostrof s ilə düzəlir. Məsələn 2-də baxın. Mr. Smith, Mrs. Car. Deyir, Mr. Smith'in maşını. Deməli, burada adam olduğu üçün qarşısında Mr., Mrs. Yəni, bu sözlər gələrsə, Mr. və yaxud Mrs. Yəni, bu adam adı deməkdir və bunların yiyəli hala apostrof s ilə yiyəli hala, deməli, yiyəli hala düşür. Amma 3 səhvdir çünki the soyadı olduğu üçün the Black's coffee shop deyir, Black Green coffee dükanı. Ona görə burada yəni soyad olduğu üçün cəmlənməli idi. Biz həmçinin burada deməli 3 olan variantlarda çıxırıq, qalır E variantı. Davam edirik. 22-ci testə baxaq. Bizdən yenə choose the correct variant, düzgün variant seçməyimizi istəyir. Yəni test edərkən, yəni deyirəm, burada biz deməli tapşırığın başlığını oxumalıyıq. Bizdən səhv, düz, yoxsa sayılan və yaxud sayıla bilməyən ismimi istəyir. Diqqətli olmalıyıq. Həmçinin burada da bir də women's cəmlənib, yəni bunların yiyəli halı bayaq 21-ci testdə vurğuladım ki, children səhvdir, çünki bunların yiyəli halı apostrof s ilə deməli cəmlənir. Apostrof s ilə. Ona görə biz burada bir olan variantları çıxacağıq 22-ci testdə. Deməli burada B, C variantları gedir. Və həmçinin 3-də də yenə burada the soyadı olduğu üçün cəmlənməli idi. A-nan E-də gedir, qalır D variantı. Amma 2 düzdür. Baxın, Mrs. Brown's place. Mrs. Brown'un deyir, yeri. Place, yəni sahəsi. Deməli, burada Mrs. gəldiyi üçün, yəni bu adam adıdır. Ona görə adam adları cəmlənmir və onların yiyəli halı apostrof s ilə düzəlir. Onların yiyəli halı apostrof s ilə düzəlir. Davam edirik. 23-cü testimizə baxaq. Deməli, 23-cü testimizə bizdən nə istəyir? Gəlin baxaq. Yenə deməli correct, düzgün variantı istəyir. Burada bir düzdür və soyaddır, cəmlənib. Niyə də bunu götürməyək ki? Bir düzdür. Deməli 3 səhvdir. Çünki apostrof s-dən sonra qot gələrsə bu həz qot deməkdir. Yəni bu yiyəli hala düşmür. Ona görə biz burada 3 olan variantları çıxacağıq. A variantı, B variantı və C variantı gedir. Gəlin 4-ə baxaq. The boy, deməli apostrof s-dən sonra feil gələrsə və həmin o feil ing ilə başlayarsa və yaxud yəni keçmiş zamanda olarsa idi. Yəni
deməli past simple tense-də, yəni keçmiş zamanda biz, yəni inşallah bu qaydanı götürəcəyik. Keçmiş zamanda deməli iki cür düzəlir: qaydalı və qaydasız feillər. Çox dərindən izah vermək istəmirəm. İnşallah ki, zamanlarda götürəcəyik. Deməli, apostrof S-dən sonra feil gələrsə və həmin o feil ing ilə başlayarsa, deməli, bu yiyəli hala düşmür. Deyir ki, burada tərcümə edək 4-ü. The boy is going to help his mother about the house. Yəni, ev işində deyir, ev haqqında olmayacaq burada, yəni ev işində deyir, oğlan anasına, öz anasına kömək edir. Ona görə burada deməli 4-də səhvdir. Doğru variant burada 1 ilə 2 olacaq, D variantı. 24-cü testdə isə deməli biz yenə baxırıq 1-ə. The soyadlı cəmlənməli idi, amma cəmlənməyib. Ona görə burada 1 olan variantları çıxırıq. B, D və E variantları gedir. Və həmçinin deməli 2 də children's bu cür cəmlənməz. Görürsünüz? Burada apostrof S olmalı idi, amma S apostrof ilə yiyəli hala düşüb. Deməli 2-ni də buradan çıxırıq, qalır C variantı. Bu qədər sadə və asan. Ümid edir bura qədər sualınız yoxdur. Davam edirik 25-ci testlə. Burada 3-ə baxırıq. Children's yenə bu cür yiyəli hala düşmür. Necə olmalıydı? Apostrof S. Bunların yiyəli hala apostrof S ilə düzəlir. Deməli biz burada 3-ü çıxırıq. A, E və C variantları gedir. Bir düzdür, say rəqəm gəldiyi üçün isim cəmlənib. Yəni ismin qarşısında say rəqəm gəldikdə isim mütləq cəmlənir. Yəni S apostrof olur bunların yiyəli halı. Yox, əgər ismin qarşısında EN gələrsə, həmin o isim mütləq cəmdə olmalıdır. Məsələn, pen, qələm və s. Yəni EN artiklı yalnız say, yəni EN qeyri-müəyyənli artiklı yalnız sayıla bilən tək isimlərin qarşısında işlənir. Deməli biz burada 3-ü çıxdıq. Və həmçinin burada 2 də səhvdir, çünki yenə the soyad olduğu üçün isim cəmlənməli idi. S apostrof olmalı idi. Deməli biz burada 2 olan variantlarda çıxırıq, qalır D variantı. Davam edirik 26-cı testlə. Üzr istəyirəm. 26-cı testlə. Deməli, bir də yenə, bu arada choose the correct variant, yəni bizdən düzgün variantı istəyir. Bir də yenə the soyad olduğu üçün isim cəmlənməli idi. Düzgün yiyəli hala düşüb? Xeyr. Necə olmalıydı? S apostrof. Biz ona görə buradan bir olan variantları çıxırıq. D və E variantları gedir. Və həmçinin 3-də də women's, yəni bu formada yiyəli hala düşmür. Women qadın cəmdədir, women qadınlar. Bunların yiyəli hala apostrof S ilə cəmlənir, yiyəli hala düşür. Deməli biz burada 3-lərdə çıxırıq. B və C variantları gedir, qalır A variantı. Görürsünüz nə qədər sadə və çox asan testlərdən biri də. Həqiqətən mən bu testi çox sevirəm. Yiyəli hal testini, qaydasını. Çox asan və sadədir. 27-ci sualda yenə bizdən choose the correct variant, düzgün variant seçməyimizi istəyir. 4-ə baxaq. Bayaq yuxarıda vurğuladım ki, EN artiklı yalnız sayıla bilən, EN qeyri-müəyyənli artiklı yalnız sayıla bilən tək isimlərin qarşısında işlənir. Elə deyil? Bəli. Deməli burada hours niyə cəmlənib? Apostrof S olmalı idi. Niyə cəmləyiblər bunu? Deməli biz burada 4 olan variantları çıxırıq. A və E variantları gedir. Baxın, bir düzdür. Görürsünüz, EN artiklı gəlir və yiyəli hala apostrof S-dir. Bir düzdür. Deməli, bir olmayan variantlarda çıxırıq. B-də gedir. Çünki B variantında 1 yoxdur. 2 səhvdir. Niyə? Çünki 5 say rəqəm gəldiyi üçün isim cəmlənməli idi. S apostrof olmalı idi. Biz burada 2-ni də çıxırıq. Nə qalır? C variantı. Bu qədər sadə. 28-ci testdə deməli, bir düzdür. 7 say rəqəm gəldiyi üçün isim cəmlənib. Bir düzdür, biri götürəcəyik. Həmçinin 2-ni də götürəcəyik. EN artiklı gəldiyi üçün isim təklədir. Apostrof S ilə yiyəli hala düşüb. Niyə səhv olsun ki? Həmçinin 5-də düzdür. EN artiklı gəldiyi üçün bunun yiyəli hala apostrof S ilə yiyəli hala düşüb. Düzdür. Amma 3 səhvdir. Niyə? EN artiklı gəlib, isim cəmlənib. Sonra 4-də 4 niyə səhvdir? To say rəqəm gəldiyi üçün 2 deməkdir. 2 aylıq deyir treatment, müalicə. Burada math cəmlənməli idi, apostrof olmalı idi. Bu da səhvdir. Nə qalır? 1, 2, 5. B variantı. Bu qədər sadə. Davam edirik. 29-cu testdə
bizdən yenə düzgün variant seçməyimizi istəyir. Deməli, burada 3-ə baxırıq. Deyir ki, my cousin. Deməli, apostrofdan sonra feil gəlib, həmin o feil keçmiş zamandadır. Deməli, bu da yiyəli hala düşmür, 3-ləri çıxırıq. Burada D, E və C variantları gedir. Deməli, apostrofdan sonra artikel gələrsə, sifət gələrsə, bu yiyəli hala düşmür. Qot gələrsə, bin gələrsə, bunlar yiyəli hala düşmür. 2-ni də çıxırıq, qalır B variantı. Bu qədər sadə. Davam edirik sonuncu testimizlə. Əgər testimizin davamını istəyirsinizsə, bizlərə fikirlərinizi şərh bölümündə bildirməyi unutmayın. İnşallah vaxt etdikcə bu kitabdan dərsləri və testləri çəkib YouTube kanalımıza yerləşdirəcəyik. Bizlərə həmçinin Instagramdan və Telegramdan izləməyi unutmayın. Deməli, 30-cu sonuncu testə baxaq. Deməli, burada yenə bizdən düzgün variantı istəyir. Apostrofdan sonra always, yəni usually bu sözlər gələrsə, zaman zərfləri gələrsə, bunlar yiyəli hala düşmür. Deməli, bir gedir burada A, B variantları gedir. Həmçinin 5-də də burada apostrofdan sonra feil gəlib və həmin o feil keçmiş zamandadır. Told us the news, bizə xəbərləri dedi, yəni danışdı. Deməli, burada 5-də gedir. C və E variantları da gedir, qalır D variantı. Ümid edirik, bura qədər hər şey aydındır. İnşallah növbəti videoda, növbəti test videosunda görüşmək ümidi ilə. Nə sualınız varsa, inşallah suallarınızı şərh bölümündə bizlərə bildirməyi unutmayın. Esselamu aleykum və rahmetullah.